إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Assalamu aleykum və rəhmətullah və barakatuhu. Bugün istəyirəm toxunum belə bir məsələyə ki, İslamın rukunları, ya da ki, ona deyilə İslamın ərkanları. Bildiyiniz kimi onların sayı 5'dir. Bildiyiniz kimi onların sayı 5'dir. Bir şey bilmək lazımdır ki, bu söz ərkan, yəni rukun, bu Quran və sünnədə gəlməyən bir sözdür. Yəni bunu hədisdə və Quranda tapa bilməyəcəksiniz və bunu alimlər istifadə ediblər ki, bu hələ bir ki, əsas məsələləri adlandırmaq üçün və beləcə də İslam tarixində də bu qaldı. İslamın 5 ərkanı, imanın 6 şərti var, İslamın 5 ərkanı var. İndi 5 ərkan barədə danışacağıq. Məsələ bundan ibarətdir ki, bu 5 ərkan hamısı Quranda və sünnədə keçir. Lakin Quran ayələri ilə bunlar cəm olunmurlar hamısı birlikdə. Amma hədislə, bəli, bunlar cəm olunurlar. Hədisdə məşhur Cəbrail hədisində onlar cəm olunur. Ya bu hədis Səhih Müslimdə keçən hədisdir. Daha məşhurdur ki, İmam Nəvəvi Rahmehullahın 40 hədis kitabında 2 nömrəli hədis olaraq keçir. Sahabə hansı ki nəql edir hədisi Umar İbn el-Xattab və başqa bir hədis, 3-cü hədis 40 hədis kitabında, hansı ki Buxari Müslimdə keçir. İbn Ömərdən olan hədisdir. Quranda isə belə deyək də ayrı-ayrı ayələrdə gəlir. Məsələn, şəhadət barədə hansının ki ikinci hissəsi ki Muhammedən Rasulullah, elə ayədə gəlir ki Muhammedun Rasulullah belə də gəlir. Və məsələn namaz və ya zəkat barədə və aqimus salate və aqimus salate və atuz zakate. Yəni namazı qılın və zəkatı verin. Və ya məsələn orucluq barədə Ramazan ayında ya eyyuhellezine amenu kutibe aleykumus siyamu. Yəni ey o kəslər kimlər ki iman gətirib, Ramazan ayında oruc sizə fərz olunub və s. Yəni burada kutibə sözünü belə anlayırlar, təfsir edirlər. Lakin danışmaq istədiyim odur ki, hədislə harda ki bunlar cəm olunur. Cəbrail hədisi burada həmişə yəni dəlil olaraq gətirilir. Bu məşhur hədisdir, çox maraqlı hədisdir. Bunun bax bu hissəsi barəsində danışacağıq ki, bir nəfər insan cildində gələn, sonra məsələn məlum olur ki, və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu açıqlayır ki, fəinnehu Cibril, yəni o Cəbrail idi. Ətəkum yuallimukum dinakum, gəlmişdir sizə dininizi öyrətsin. Bu hədisdən də götürülür ki, yəni bu hədisdə keçən bütün məsələlər bu dindir. Deməli, mələk insan cildində gəlir. Buradan fayda odur ki, mələklər insan cildində gələ bilirlər adamların yanına. Amma onu dəqiq bilmək üçün vəhi alan bir kəs məlumat verə bilər. Yalnız başqa bir kəs bunu deyə bilməyəcək. Və o kəs Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əxbirni ənil-İslam. Yəni mənə xəbər ver İslam barədə. Yəni hədisi şərh edənlər deyirlər ki, nəyə görə burada sırf əxbirni kəlməsi gəldi? Demədi ki, qul ənil-İslam, mənə İslam barədə deyginən və s. Yəni səndə olan məlumatdan nəyi ki sən almısan, mənə də məlumat ver. Bunu belə şərh edirlər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, Əl-İslam an təşhədən la ilahe illallah və ənə Muhammedən Rasulullah və tuqamə salətə və tu'tiyə zəkətə və təsumu Ramadanı və təhuccəl beyti istəta'atə ileyhi səbilə. Yəni İslam şəhadət gətirməkdir ki, la ilahe illallah, yəni Allahdan başqa ibadətə layiq olan haqq məbudu yoxdur və Muhammed onun rəsuludur. Sənin namaz qılmağın, sənin zəkat verməyin, sənin Ramadan ayında oruç tutmağın və həc etməyin evə, yəni Kəbəyə, əgər sən bu yola çıxa bilirsənsə, əgər sən bunu bacarırsansa. Bax, bu 5 ərkandır. Bunlar barədə alimlər danışıblar, şərh ediblər ki,
birində ixtilaf yoxdur. Yəni şəhadət hansı ki 2 dənə şəhadətdir. La ilahe illallah Muhammed Rasulullah. Kim bunu deməsə, kim bunu yaşamırsa və s. yəni o İslam'a daxil olmuş sayılmır. Qalan 4 dənə barəsi namaz, zəkat, oruc, həc, bunlar barədə ixtilaf ediblər. Məsələn, kim zəkat verirsə, vermirsə, müsəlmandır yoxsa yox, burada artıq ixtilaflar olur. Burada deməli namaz deyiləndə burada məsələ 5 dənə namaz barədə gəlir. Onlara deyirlər ki, fərz namazlar, əs-salatu məktubə, yəni yazılmış yox, bunlar fərz olunmuş deyirlər. 5 namaz, hansılar ki, bizdə deməli necədir? Zöhr, əsr, məğrib, işa, fəcr. Bax, bu 5 namazlar 17 rəkət gün ərzində həm kişi, həm qadınlara fərz olunub. Kimlər ki, deməli, həddi buluq yaşına çatıb və s. Zəkat o kəslərədir ki, kimlər ki, varlı müsəlman sayılır. Bu da necə müəyyənləşir İslamda? Müəyyən bir nisab deyilən bir hədd, sərhəd var. Məsələn, kimin ki, nağd pulu və ya qızıl gümüşü varsa, orada deyək ki, bir səviyyədir. O səviyyəni keçəndən sonra artıq bu məbləğ insanda bir il ərzində, həvl deyirlər buna ərəb dilində, bir il ərzində qalsa, yəni məsələn deyək ki, bu sərhəddir, bu sərhəddə qalsa, bundan yuxarı olsa, onda zəkatı verəcək, gələn ilin bu tarixində hicri təqvimlə, hansı ki bizim təqvimlə 10 gün arxaya gəlir. Yox, əgər məsələn sizi də bu qədər nisabı keçdiniz, malınız, mülkünüz var, amma sonra düşdü, artıq siz zəkat verənlərdən sayılmayacaqsınız və yalnız nisaba qaydadan sonra bu mal qarada da var, orada müəyyən bu qədər başqa cürə nisab hesablanır. Elə bir mallar var ki, orada həvl il gözlənilmir. Məsələn, tarlada əkib biçin olan bir şeylər də onlar çıxan kimi verilir və s. O ki, qaldı oruc. Burada Ramazan ayından söhbət gedir. Bildiyiniz kimi Ramazan ayı, deməli, Quran həmin ayda nazil olub. Ramazan ayı ya 29 ya 30 gün ərzində 30 gün olur. Yəni oruc ya 29 ya 30 olur. 31 gün olmur və 28 olmur. Burada da müsəlman kişi və qadınlara həddi buluğu keçmiş şəxslərə fərz olunub. Yəni onlara yəni ki saxlamamaq günahdır və s. O ki qaldı həc. Həcdə şərtlər var. Nədir həccin şərti? Əgər sən bu həcci edə bilirsənsə, burada 2 dənə şərt qoyublar və şəriət bizə bunu göstərir. Fiziki və maddi imkan. Bəzən insanlar şikayət edir, internetdə oxuya bilsən ki, həccin qiyməti çoxdur, hər adam gedə bilmir, bu nədir və s. və lahır. Lakin burada şəriət asanlaşdırıb, imkanın yoxdur, getmirsən. Açıq aydın hədis buna göstərir, işarə edir. Bu da necə müəyyənləşir? Məsələn, insanın fizikdə getməyə imkanı var. Məsələn, xəstəliyi yoxdur, yeriyə bilir, invalidliyi və s. yoxdur. Yəni ki, çətinlik çəkmir bu məsələdə və maddi də tərəfi normal vəziyyətdədir, o getməlidir. Həyatında bir dəfə bunu eləmək ona fərzdir. Yəni, getməsə, deməli, bu insan günah daşıyandır. Yəni, bu getməlidir, bunu yerinə yetirməlidir. Əgər bu 2 dənə şərt yerindədirsə. Başqa bir hal, bu 2 dənə şərtin ikisi də yoxdur. Onda bu adamdan bu düşür, onun boynundan düşür. Yəni, çünki o hədisə əsasən o yola çıxmağa bacaranlardan sayılmır, hesab olunmur. İkinci şərt, insanın fiziki imkanı var, sağlamlığı var, gedə bilir. Maddiyyatı yoxdur. Yenə də onun boynundan düşür. Çünki həc bir günə baş verən bir şey deyil. Bunu həm ödənişini eləmək lazımdır, həm getmək, bacarmaq lazımdır və s. Yəni, burada maddiyyat önəm daşıyır. Yenə də bu adam boynundan düşdü. İndi burada başqa məsələ var ki, fiziki olaraq bu adam gedə bilmir özü, amma maddi tərəfdən imkanı var. Yəni, o öz yerinə adam göndərə bilir belə halda. Şəriətimiz belə buyurur. O gedən adam da kim ki onun yerini eləyəcək, o adamın özünə də müəyyən fikri məsələlər şamil olunur. Nədir? Necə ki, hədisdə gəlir ki, bir nəfər deyir ki, yəni həcc edirəm Şubruman yerinə, Həccəcdən Şubruma və Peyğəmbər s.ə.v deyir ki, mən Şubruma və filan kəs deyir ki, filan kəsdir və filan kəs. Peyğəmbər s.ə.v deyir ki, huccə ən-nəfsikə summa Şubruma. Yəni, əvvəl özün üçün həcc elə, sonra Şubruma adlı kəs üçün. Yəni, ona görə burada şərt odur ki, əvvəl özün üçün həcc edirsən, sonra başqa adam üçün edə bilirsən. Deməli, sən kimisə göndərmək istəyirsənsə,
həmin adamın üzərində şərt var. Əgər o kəslərdəndir ki, kim ki artıq bunu özü üçün edib və başqası üçün də edə bilər. Yəni məsələn, ata, ana üçün. Hətta bizdə belə bir şey olub ki, yəni var İslam tarixində, keçmişin alimləri üçün də insanlar həcc ediblər. Elə bu yaxınlar Səudi Ərəbistanı dünyasını dəyişmiş rahimallah muftisi özü efirdə bildirib ki, məsələn İbn Həzm üçün rahimehullah, yəni həcc edib. Halbuki İbn Həzmlə bu muftinin arasında neçə əsr, yəni ki, məsafə var. Lakin şəriətimiz bu deməyib ki, sənin vaxtında yaşayan və s. adam üçün istənilən bir kəs üçün edə bilərsən, hətta ölən adam üçün, əgər o müsəlmandırsa və s. və lahır, xüsusən də bilinir ki, İbn Həzm o vaxtı öz vaxtlarında həcc edə bilməmişdir, etməmişdir. Şeyx deyir ki, misal üçün mən onun yerinə həcc etmişəm və s. Məlumat olaraq budur. Cəbrayıl hədisindən başqa dəlil olaraq gətirilə bilər. Deməli, ilk növbədə demək lazım ki, bu Cəbrayıl hədisi əsasən Müslimdə olan hədisə deyilir, amma Buxaridə də keçir. Və Abu Hureyradan ləfsi biraz fərqlidir. Amma Buxaridə keçir. Sadəcə məşhur odur ki, Müslimdə keçən ləfs, o mətn və dediyim kimi 40 hədis kitabı ilə bu hədis lap da biraz çox məşhurlaşıb. Sonramısa Buxari Müslimdə, yəni keçdiyi hədis Abdullah ibn Ömərdən, hansı gedir ki, Bunyəl İslam ələ xams, İslam 5 şeyin üzərində qurulub və yenə də bu 5 deməli ərkanları sadalayır. Bax, bu qədər danışmaq istəyərdim. Allah sizin namınıza bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.